Salam əziz dostlar, bugün sizə təqdim etmək istədiyim 50 yaşında xanım xəstə artıq 2 ildir ki, uşaqlıq boynu xərçəngi ilə mübarizədən qalib şəkildə ayrılıb. Xanımı videoda təqdim etmək məqsədim odur ki, bütün xəstələr kimioterapiya almaq məcburiyyətində deyil, bütün xərçəng diaqnozu qoyulan xəstələrə həmişə kimioterapiya verilmir. Erkən müraciət edən xəstələrdə müalicə həcmi daha qısa olur və tərəfimizdən yalnız kontrol müayinələrlə dəyərləndirilir. Bu xanımda olduğu kimi artıq 2 ildir kontrollarımız zamanı çox şükür olsun ki, xəstəliyin nə residivi, nə metastazı aşkar edilmir. Hal-hazırda yaxşıdır. Bugün növbəti kontrol müayinə üçün planlamamızı etdik. Uşaqlıq boynu xərçəngində xüsusilə kiçik çanağın kontrastlı MRT müayinəsi bizim üçün önəmlidir. Körpücü üstü nahiyədə limfa düyünlərinin dəyərləndirilməsi, ağciyərin dəyərləndirilməsi çox önəmlidir və periodik olaraq bu müayinələrin aparılması üçün xəstə müraciət edir. Yəni, bu bugünkü bir örnəkdir ki, bütün xərçəng xəstələrinin müalicəsində kimioterapiya kimi bir ağır prosedur həmişə tətbiq olunmur. Yetər ki, siz öz orqanizminizə diqqətli olun, həkiminizə vaxtında müraciət edin, erkən diaqnozla həyatınızı xilas edin.